Salamlar, vaxtınız xeyirli olsun değerli şagirdlər. Biz bugün 6-cı sinif mövzusu olan bərabərçilik mövzusunun izahına baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Keçək mövzunun izahına. Uşaqlar, burada biz bərabərçilik mövzunu əslində 5-ci sınıfda keçmişdik uşaqlar. Bizdə işarələrimiz var idi uşaqlar. Nə idi işarələrimiz? Məsələn, böyükdür işarəsi var idi. Sonra böyükdür, bərabərdir, kiçikdir və bir də kiçikdir, bərabərdir işarələrimiz var idi. Uşaqlar, baxın, böyükdür. Məsələn, deyirəm ki, 5 böyükdür, məsələn, 4-dən. Və yaxud da 7 kiçikdir 11-dən. Belə bir işarələrimiz var idi uşaqlar. Bəs bu bərabər də ona necə olurdu? Biz bunu məsələn uşaqlar baxın, bunu artıq aşağı siniflərdən də bilirik. Bir də biz artıq dəyişənli bərabərçiliyə baxmalıyıq və yaxud da həm ədədi, həm dəyişənli. Məsələn, mən sizə desəm ki, hər hansı A ədədi məsələn kiçikdir 7-dən. Desəm ki, bu bərabərsizliyi ödəyən ən böyük natural ədədi tapın. Natural ədəd. Yəni, nə olacaq məsələn ən böyük natural ədəd? Bu bərabərçiliyə məsələn deyək ki 6 deyə bilərik. Amma uşaqlar məsələn A kiçikdir bərabər 7 olsa, bunun desəm ki ən böyük natural həlli, onda uşaqlar baxın 7-nin özü olacaq. A bərabər 7. Niyə? Çünki uşaqlar bu bərabər 7 nə deməkdir? Kiçikdir bərabər 7, elə 7-ni də alır deməkdir uşaqlar. Həmçinin böyükdürdə də bu ifadələrdən istifadə edəcəyim. Bəs yaxşı uşaqlar, bu işarələr bizi ədəd oxununda necə göstəriləcək? Uşaqlar, baxın, əgər mən desəm ki, məsələn, hər hansı x kiçikdir 5-dən, onda siz ədəd oxununda belə göstərəcəksiniz bu uşaqlar. Deyək ki, buramız 0-dır, 1, 2, 3, 4, məsələn, 5. Bu 5-i belə yumru dairəyə alacaq uşaqlar və 5-dən kiçikləri qeyd edəcəyik. Yəni, bu 5-dən kiçik nədir? Bütün gedir hara qədər? Mənfi sonsuzluğa kimi. Bəs yaxşı, desəm ki, x kiçikdir bərabərdir. Məsələn, 3 yazmışamsa, bəs necə olacaq uşaqlar? Məsələn, baxın, burası 0-dır, 1, 2, 3. Baxın, 3-ü belə yazırıq və içini doldururuq bunu. Biz bunu keçən ildə keçmişdik. İçini doldururuq və bu 3-dən gedəcək yenə bu şey. Amma burada bu içi dolu göstərmək nə deməkdir? 3-ü alır demək. Yəni 3-dən kiçik və 3-ə bərabər deməkdir. Həmçinin böyükdə. Baxın, x böyükdür. Məsələn, 10-dan yazmışamsa, baxın, deyək ki, bura 10 nöqtəsidir. Belə gedirdi 11, 12. Bax, bu 10-u yumruq belə edirik, içini doldurmuruq və ondan belə ştrixləyirik uşaqlar. Bu şəkildə gedəcək. Və həmçinin x böyükdür, bərabərdir 20 desək uşaqlar, böyükdür, bərabər 20. Məsələn, 20 nöqtəsi buradır. 20-nin içini qaralayırıq. 20-dən gəlir hara? Gedir müsbət sonsuzluğa. Yəni, bu şəkildə üzü o tərəfə doğru gedir uşaqlar. Məsələn, baxın, burada bir sual verir bizə. Deyir ki, fikirləş. Hansı tam ədədlər x kiçikdir, bərabərdir, mənfi 2 bərabərsinin həlli deyil? Həlli həmin ədədlər olan bərabərsini necə yazmaq olar? Məsələn, təbii ki, uşaqlar, baxın, x kiçikdir bərabər mənfi 2-dən dediyimiz zaman hansı tam ədəd olmaz? Təbii ki, x mənfi 1 ola bilməz. Mənfi 1 mənfi 2-dən kiçik deyil və bir də 0 ola bilməz uşaqlar. Bax, bu şəkildə olmalıdır. Belə. İndi gəlin baxalım uşaqlar suallarımıza. Deyir ki, birinci suala baxsaq, deyir ki, bərabərsizliklərə uyğun ədəd oxunu müəyyən edin. Uşaqlar, baxın, x kiçikdir, bərabərdir, mənfidir. Mənfi 4-dən kiçik olmalıdır və içi dolu olmalıdır. Baxın, uşaqlar, bu C variantı. Buna C variantı uyğun gəldi. Əla. Sonra bax, x kiçikdir mənfi 4-dən. Mənfi 4-dən kiçik, amma içi boş. Deməli, bura D variantı uyğun gəlməlidir. Sonra, baxın, x böyükdür mənfi 4-dən. Mənfi 4-dən böyük, yəni sağa doğru gəlməlidir, amma içi boş. Deməli, nə oldu burada? B variantı. X böyükdür, bərabərdir, mənfi 4 olanda isə A variantı uyğun gələcək uşaqlar. Bu şəkildə olmalıdır. Gəldi ikinci suala. Deyir ki, bərabərsizliyini ödəyən 3 tam ədəd tapın və həlli ədəd oxunu təsvir edin. Bu bərabərsizliyi ödənməyən 2 tam ədədi müəyyən edin deyir uşaqlar. Baxın, 2.
Deyir ki, x böyükdür mənfi altdan. Hansı ədədlər olacaq? Mənfi altdan böyük bir ədəd. Mənfi 5 yaza bilərəm. Mənfi 4, mənfi 3. Oldu bu şəkildə. İndi baxın, ədəd oxunda qeyd elədiyimiz zaman deyək ki, mənim buram sıfırımdır, burada mənfi 6-dır. Bax, bu təkcə böyükdür onun içini belə saxlayacaq uşaqlar. Mənfi altdan böyük ədədləri nə etməliyik? İştiqləməliyik və belə gedəcək. Deyir ki, bunu ödəməyən ədədlər nə olacaq? Təbii ki, mənfi 7 ola bilər, mənfi 8 ola bilər və mənfi 9 şəklini alacaq uşaqlar. Sonra, məsələn, B variantına baxsaq, x böyükdür bərabər mənfi 6 deyil. Mənfi 6-dan böyük bərabər nə ola bilər? Mənfi 6-nın özü, mənfi 5, mənfi 4. Yəni, bu şəkildə gedər. İndi bu ədəd oxununa göstərəndə mənfi 6-nı bura qeyd elədi. İçini doldururuq uşaqlar. Mənfi 6-dan nə olmalıdır? Böyük. Böyük də bu şəkildə. İndi bu ödəməyən ədədlər nə ola bilər uşaqlar? Mənfi 7, mənfi 8, mənfi 100, mənfi 200 və bu şəkildə gedəcək. C variantına baxsaq, C variantında x kiçikdir mənfi 1-dən. Mənfi 1-dən kiçik ədədlər hansılardır? Mənfi 2, mənfi 3, mənfi 4 və belə sonsuza qədər gedəcək. Bəs ödəməyən ədədlər hansı? Bu ödəyəndir. Ödəyən, bir də ödəməyən. Ödəməyənlər hansılardır? 0, 1, 2, 3 və belə gedəcək. Ədəd oxununda baxsaq uşaqlar, baxın, bura 0 nöqtəsidir, burada mənfi 1. Baxın, mənfi 1-dən nə olmalıdır? Kiçiklər və bunlar bu şəkildə qeyd olunacaq. Məsələn, D variantına baxsaq, x kiçikdir bərabərdir mənfi 5. Mənfi 5-dən kiçik olmalı. Elə mənfi 5-in özü, mənfi 6, mənfi 7. Bu ödəyənlərdir. Və ödəməyənlər hansılardır uşaqlar? Mənfi 4, mənfi 3, mənfi 2 şəklində olacaq. Və buradan da baxdığımız zaman deyək ki, bu ədəd oxuda burası 0-dır. Burada deyək ki, mənfi 5-dir uşaqlar. Mənfi 5-dən kiçik və ona bərabər. Mənfi 5-dən kiçik və ona bərabər. Bu şəkildə olmalıdır. Y variantı x kiçikdir bərabər 0-dan. 0-dan kiçik ədədlər elə 0, mənfi 1, mənfi 2, belə gedir uşaq, mənfi 3, mənfi 4. Mən bu ədəd oxunda da desəm ki, burası 0-dır, içini qaralasam 0-dan hara gələcək? 0-dan mənfi sonsuzluğa doğru getməlidir uşaqlar. Gəldik 3-cü suala. Deyir ki, bərabərsizliyi ödəyən ən böyük tam ədəd tapın, həll ədəd oxunu təsvir edin. Baxın, x kiçikdir, mənfi 5-dən kiçik ən böyük ədəd hansıdır uşaqlar? Təbii ki, mənfi 6-dır uşaqlar. Baxın, ədəd oxununda da desəm ki, bura mənfi 5-dir, mənfi 5-dən kiçik olmalıdır. Gedir belə, üzü sola doğru gedəndə daha da kiçilir də uşaqlar. Sonra, məsələn, B variantında x kiçikdir 0-dan. Ən böyük qiymətimiz nə oldu? Mənfi 1 oldu. Ən böyük qiymətimiz və 0-dan nə olmalıdır? Kiçik. İçi boş bir dairə çəkdik. 0-dan kiçik şəklini aldı. Gəldik C variantına. X kiçikdir bərabərdir mənfi 12-dən. Ən böyük qiyməti elə bunun mənfi 12-nin özüdür uşağı. Kiçikdir bərabərdə olduğuna görə. Ədəd oxunda da deyək ki, bura bir sıfırımızdır. Yəni, bura mənfi 12-dir deyiləm. Tam dəqiq götürməm də uşaqlar. Bizə təxmini lazımdır. Bir də hamısını yazmaya ehtiyac yoxdur. Bu şəkildə baxmamız lazım. Sonra deyir ki, D variantında deyir ki, x kiçikdir bərabər 0. Bunun ən böyük qiyməti 0-dır uşaqlar. 0-dan, baxın 0-ın içi dolu. 0-dan hara gedir? Mənfi sonsuzluğa. Y variantı x kiçikdir bərabərdir 1,5. Bunu deyək, ən böyük tam ədəddirsə, daha durub 1,4 yazma olmaz. Böyle tam ədəd 1,4 olmaz. Ən böyük tam ədəd 1-in özüdür bak uşaqlar. 1. Çünki 1 olabilir. Burada da məsələn bak bu 1,5'i qeyd edirəm. 1,5 və bundan nə olmalıdır uşaqlar? Kiçik olmalıdır 1,5'dən. Bura F variantına baxsaq, F-ə x kiçikdir 0,5'dən, x də bərabərdir 0 olacaq. Ən böyük qiymətimiz 0. İndi baxın 0,5'dən nə olmalıdır? 0,5'dən kiçik olacaq uşaqlar. 4-cü sualda baxsaq uşaqlar nə deyir? Deyir ki, bərabərsizliyi ödəyən ən kiçik tam ədədi göstərin. Ən kiçik. İndi həlli də ədəd oxununda təsvir edin deyir. Həlli ədəd oxununda təsvir edin. Baxaq görək. Deyir ki,
Baxın uşaqlar, 4-ün A variantında deyir ki, x böyükdür mənfi 10-dan. Bunu ödəyən ən kiçik ədəd nə olacaq? Bax, ən kiçik olacaq mənfi 9. Çünki mənfi 9, mənfi 8 böyüyə gedir ədədlər. Bir dənə baxın, ədəd oxundu, özü də görəcəksiniz. Məsələn, mənfi 10-un buradadır, deyil mi aşağı? Mənfi 10-dan böyük ədədlər bunlar. Ona görə sənin mənfi 9-un ən böyüyü olur, bax uşaqlar. Ən kiçiyi olur, üzrü sayın, ən kiçiyi. B variantında x böyükdür bərabərdir mənfi 13. Burada da ən kiçik qiymət, bu ən kiçiyimiz olacaq elə mənfi 13-ün özü. Yəni mənfi 13-dən böyük. Bax, bura mənfi 13-dür. İçini qaralayırıq. Mənfi 13-dən nə olmalıdır? Böyük olmalıdır. C variantında x böyükdür 0-dan. Ən kiçik qiymətimiz olacaq buradan elə 1. Gəldik. 0-dan müsbət sonsuzluğa doğru belə gedəcək uşaqlar. Gedəcək. D variantında isə x böyükdür bərabər 0 şəklindədir. İndi bunun da ən kiçik qiyməti elə 0 olacaq. 0 bir tam ədəddir də uşaqlar. Baxın 0 içini qaralayırıq. İndi bununla bunun fərqini görürsünüz də. Bax, içi doludur burada. Və belə. Bu nə deməkdir? 0-ı da alır deməkdir. Məsələn, Y variantına baxsaq, x böyükdür 2,5 olacaq. Və buradan, baxın 2,5-dən böyük ən kiçik ədəd hansıdır aşağılar? Təbii ki 3 olacaq. Burada olsun 2,5. 2,5-dən böyük olmalıdır. F variantına baxsaq, F-ə. X böyükdür 0,5-dən. Ən kiçik qiymət bunun 1 olacaq uşaqlar. Aha, və burada 0,5-dirsə, 0,5-dən nə olmalıdır? Böyük şəklində olmalıdır. Mövzumuz bu qədər uşaqlar. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.